Ən uzun kabeliniz neçə metrədir? Mən bazarda işləyirəm əslində. Hə. Burada bazarda bizim bir qonşumuz var. Aha. Çox dəhşətli bir, belə maraqlı bir tipdir. Adam maşının canından çox sevir də, yəni. Hamımız elə deyilmi? O qədər yoxdur. Təsəvvür elə maşını parkinqə verir. Aha. Sonra da bizi çağırır ki, bəs əgər yan yörəsi boşdursa da, bizi çağırır ki, gətirin hərəviz bir tərəfdə saxlayın. Bir dənə də qonşu var, o da arxasında saxlatdırır ki, vursalar sizin maşını vursunlar. Oyda. Mənə elə gəlir ki, o arxayın olduğu adamları maşınını saxlatdırır ki, o birisi cızıb gedəcək, heç bilməyəcək ki, kim cızdıb. Siz heç olmasa biləcək ki, yanımda sən saxlamışsın. Yox, bilsə də çox şey dəyişmir. Mən bir dəfə cızmışam onun maşınına. Oyda. Nə sürür? Bir dənə Çin maşınıdır, BD, Leoparddır deyəsən, səhv eləmirəmsə. Nəsə belə bir şeydir. Jaguardır, qəribə maşınlar. Pantera, BYD Pantera. Hamısı bütün heyvanların adını çəkdi. Xalid işiniz yaxşı olar, yayda cəmaət baxını düzəldir, təmir eləyir, kafel metlah yaxşı gedər. Kafel yox, kabel, elektrik. Kabel, hə, kafel elə bir. Kabel metla. Kabel metlah. Aydındır. Çox sağ. Qismən. Ən uzun kabeliniz neçə metrədir? Limit yoxdur. Yox, zarafatsız. O olur belə rulonlar. Hərdən görsən və tikinti yerində onun böyüyü də var da. Sizdə məsəl üçün neçə metrdir kabel? Orada limit yoxdur ki. Yoxdur, indi bir dəqiqə bax mağazada. Nə qədər Bu bax? dəqiqə 3600. 3600. Bəsindir. Bəsimdir.